Bismillahirrahmanirrahim və bihi nəstə'in və huva xeyru nasirin və mu'in. Əziz izləyicilər, Əyyam-ı Fatimə, bugün də Fatimənin öz hüquqlarını müdafiə məktəbindən danışacağıq və ona qarşı törədilən cinayətlərin acı nəticələrindən danışacağıq. Qeyd edək ki, xilafət kürsüsünü qəsb eləyən insanlar Xanım Zəhra salamullah əleyhə qarşı elə bir amansız mövqey tutdular ki, bu mövqey, amansız mövqey sonraki dövrdə də Peyğəmbər əhl-i beytinə qarşı davam etdirildi və bununla da həqiqi İslam obrazı, İslam çöhrəsi dəyişdirilib, iki xilafət qəsb eləyən tərəflərin sünnəsi ilə əvəz olundu. Xanım Zəhraya qarşı olunanlar Allahın Peyğəmbərinə qarşı olunanlar idi. Allahın özünə qarşı olanlar idi. Çünki Peyğəmbər dəfələrlə buyurmuşdu ki, Xanım Zəhraya qarşı olunanlar mənə qarşı olunanlardır. Mənə qarşı olunanlar isə Allaha qarşı olunanlardır. Bu hədislər Əhl-i Sünnə və Şiyyə kitablarında dönə-dönə təkrar olunmuşdur. Buxaridə, Müslimdə, Nəsaidə və sair mötəbər mənbələrdə bu hədis öz əksini tapmışdı ki, Fatiməyə qarşı çıxmaq, yəni Fatiməni qəzəbləndirmək, məni qəzəbləndirməkdir. Məni qəzəbləndirən Allahı qəzəbləndirmişdi. Fatimədə narazı olanlardan mən narazıyam, mən narazı olanlardan Allah narazıdır deyə Peyğəmbər əleyhissalam buyurmuşdu. Bu insanlar, xilafət kürsüsünü qəsb eləyən insanlar da Fatiməni qəzəbləndirən insanlar idi. Həm ona qarşı, həm vilayətə qarşı atılan addımlar Fatiməni qəzəbləndirirdi, həm ona qarşı fiziki zorakılıq faktları Fatiməni qəzəbləndirirdi. Və bu bir daha onu göstərirdi ki, Allahı qəzəbləndirən insanlar xilafət kürsüsünü qəsb etdiyi üçün bu günləri İslam belə bir acınacaqlı duruma düşdü. Çünki insanların azadlıq səsi boğuldu. Çünki insanlara zülmə boyun əymək sünnəsi tətbiq olunmağa başladı. Məhz bu zorakılıq faktlarına susmağın özü sünnəyə çevrildi. Və insanlar, məxsusən müsəlmanlar haqlarına qarşı, hüquq pozuntularına qarşı susmağı sünnətə çevirdilər. Və bu da İslam dünyasının bərbad vəziyyətə düşməsinə gətirib çıxartdı. Bu susqunluğa qarşı səsini çıxardan Fatimə Zəhra salamullah əleyhə oldu. Ki, növbəti bəstlərimizdə də biz bir daha bu proseslərə toxunacağıq. Vəssalamu aleykum və rəhmətullah.